Gəlin belə bir limit sualına sizlərlə baxaq. X 6-ya yaxınlaşdığı zaman bu limiti hesablamalıyıq. X-in yerinə 6 yazanda görürük ki, həm sürət, həm məxrəc 0 verir. Deməli, biz burada sadələşdirmə eləməliyik uşaqlar. X 6-ya yaxınlaşan zaman sürətin qoşmasına vuracam. Həm sürəti, həm məxrəci. Çünki mən onu irrasionallıqdan azad etmək istəyirəm. Sürəti də və məxrəci də vururuq qoşmaya. Deməli, qoşma x üstəgəl 3 kök altında üstəgəl 3 olacaq. Mən sürəti nəyə vururamsa, ifadənin qiyməti dəyişməsin deyə məxrəci də həmin ifadəyə vurmalıyam hər zaman. Deməli, kök altında x üstəgəl 3 üstəgəl 3. Sürətə baxanda nə görürəm? Kvadratlar fərqi düsturunu görürəm. Bir dəfə çıxdılar, bir dəfə toplayıblar eyni ifadələri gördüyünüz kimi. Yəni yazmalıyam ki, kök altında x üstəgəl 3-ün kvadratı çıxılsın 3-ün kvadratı. Deməli, məxrəc sadə ifadədə olduğu kimi yazılır. Kök altında x üstəgəl 3 üstəgəl 3. Sürətə baxanda kvadratlar kök gedəcək. Qalacaq limit x 6-ya yaxınlaşan zaman x üstəgəl 3 çıxılsın 9 uşaqlar. O da bizə verəcək x çıx 6-nı. Məxrəci olduğu kimi yazıram. X çıx 6, kök altında x üstəgəl 3, kökü bağladıq üstəgəl 3. X çıxılsın 6'lar burada ixtisar gedəcək. Nə qalacaq yerdə? Limit x 6-ya yaxınlaşan zaman sürətdə qaldı 1, məxrəcdə isə qaldı kök altında x üstəgəl 3 üstəgəl 3. İndi x-in yerinə 6 yazaraq hesablaya bilərik. Çünki məxrəc 0 olmur. Bu demək ki, heç bir mənasızlıq yoxdur. Deməli, kök altında 9, ondan çıxır 6, 3. 3-ün də üzərinə 3 gələn zaman məxrəc 6. 6 da 1 sizin cavabınız olacaq Y variantı.